Mən bu məhsulu bir market şəbəkələrindən əldə eləmişəm. Demək ki, ilk sifarişimdə səhv ətri göndərmişdilər. İndi isə göndərdikləri ətir budur. Hesabda bu 50 millidir. Ətirdən də göründüyü kimi ətir qabının üstündə bu hissədə belə yağlı bir görüntü var. Yəni maksimum şəkildə kameraya yansıtmağa çalışıram. Və çox ağır şəkildə bir yağ qoxusu var ətirdə. Yəni bilmirəm yetərincə görsənir yoxsa yox. Bu təbəqədən belə aşağıya doğru enən ləkəli bir hissəsi var. Və göründüyü kimi başından xeyli aşağıdır. Ləkə-ləkə sanki dəfələrlə istifadə olunmuş, atılmış, nə bilim, ən pis yerlərdə qalmış bir ətirdir. Yəni vitrinin ən arxa hissəsində. Belə biabırçılıq heç bir şəkildə qəbul olunmur. Mən bu ətrə 122 yazan pul vermişəm. 122 manat pul vermişəm mən bu ətrə. Yəni belə yağ iylənən, işlənilmiş, çirkab vəziyyətində məhsula mən niyə 122 manat ödəyirəm? Bir market şəbəkələrinə şikayətçiyəm. Bununla bağlı tədbir görülsün.